Salam əziz şagirdlər. Bugünkü mövzumuz iki hecalı isimlərimizdə saitlə başlayan şəkilçi qoşulduğu zaman söz kökündəki qapalı saitin düşməsi olacaq. Bu kimi sözlər iki qrupa ayrılırlar. Bəzilərinə həm hal, həm mənsubiyyət şəkilçisi qoşulduğu zaman, bəzilərinə isə yalnız mənsubiyyət şəkilçisi qoşulduğu zaman söz kökündəki qapalı sait düşür. Gəlin həmin sözlərlə tanış olaq. İsim, cisim, qisim, şəkil, fəsil, sətir, qəbir, zehin, eyib, ömür, xeyir, sinif sözləri. Və bir qismində isə yalnız mənsubiyyətdə düşür. Ağıl, alın, burun, qoyun, könül, qarın, əyin və çiyin sözləridir. Bəs müəllim, biz bunları necə ayıra bilərik ki, bunlara yalnız mənsubiyyət qoşulanda düşür? Çox asan bir üsul sizə deyəcəm. İnsana aid olanlarda yalnız mənsubiyyətdə düşür. Məsələn, gəlin götürək. Alın insana aiddir. Çiyindir, boyundur, qoyun qucaq mənasındadır, qarındır, ovucdur, oğul insana aiddir, oğulu götürə bilərsiniz. Qayın insana aiddir, ananın qayını ola bilər, atanın qayını ola bilər. Yəni insana aid olanlar əziz şagirdlər burada ancaq mənsubiyyətdə düşəcək. Yerdə qalanlarında isə hal və mənsubiyyət şəkilçisi gələndə söz kökündəki qapalı sait düşəcək. Gəlin nümunəyə baxaq. Sinfin gözəlliyi. Gəlin baxaq. Bax burada yəlik haldadır. Düşdü. Amma məktəbin sinfi burada da baxaq. Bax burada mənsubiyyətdədir, yenə də düşdü. Çiyin sözünə baxaq. Çiyin nə? Düşürmü? Çiyin nə deyirik də, düzdürmü? Yerində qalır. Deməli, hal şəkilçisi gələndə düşmür. Mənim çiyinim desəm mənsubiyyətdə olduğu halda isə mütləq şəkildə qapalı sait burada olmalıydı. Nə yazıda, nə tələffüzdə bu verilmir artıq. Bu qədər sadə və asan. Əziz şagirdlərimiz, yeni qruplarıma qoşulmaq istəyənlər əlaqə nömrələri ilə əlaqə saxlaya bilərlər.